İzləyicilərimizi salamlayıram. Bu postumuz maarifləndirici bir postdur. Bu həm pasientlərimiz üçün, həm də dəyərli kolleqalarımız üçündür. Çünki son zamanlar bizə müraciət edən bir çox xəstələr və həmçinin həkim kolleqalarımız diş ətrafında müəyyən kölgəliklər, patologiyalar gördükdə dərhal xəstəni cərraha yönəldirlər və sonuc etibarilə bəzən çox təəssüflər olsun ki, bu cür xəstələr lüzumsuz və lazımsız əməliyyatlara məruz qalırlar və biz pasientlərimizə izah elədiyimiz zaman ki, bu xəstələrə əməliyyat lazım deyil və yaxud da hansı hallarda əməliyyat lazımdır, bu xəstələr bizdən sonra başqa dəyərli kolleqalarıma müraciət elədiyi zaman eşidirik ki, bu xəstələr əməliyyat olunur, amma bu postumuzda çalışacağım ki, bir qədər maarifləndirici olsun həkimlərimiz üçündəki hansı hallarda bu əməliyyatlara icra eləmək lazımdır. Burada yuxarıda slaydda göstərdiyim kimi diş ətrafında müxtəlif patologiyalar görürsünüz. Burada bu şəkilləri gördüyümüz zaman həm perakal rentgenlərdə, həm OPC dediyimiz və yaxud da kompüter tomoqrafiya dediyimiz rentgenlərdə müxtəlif dişin ətrafında belə kölgəliklər müşahidə oluna bilər. Bizə ən çox müraciət edən patologiyalar burada kondensiv osteoiditis dediyimiz, bu yuxarıdan 4-cü şəkil daha çox müraciət edir və yaxud displaziya dediyimiz dişin ətrafında bu cür kölgələnmə olur. Bu cür hallarda dünya praktikasında biz cərrahlar bu xəstələri takib eləməyimizi tövsiyə edirik. Səbəb nədən ibarətdir? Burada patologiyanı görüntüyə görə mütləq diferensiasiya eləmək lazımdır. Bu şəkildə çox aydın bir şəkildə görünür ki, hər dişin ətrafında özünə məxsus, patologiyanın özünə məxsus radioloji bir görüntüsü olur və bu radioloji görüntüyə görə əgər pulpada intaktdırsa, pulpada hər hansı bir qızıqlanma yoxdursa, pulpa tamamilə sağlamdırsa və sadəcə belə bir görüntülər varsa, bu xəstələrin əməliyyata ehtiyacı yoxdur, sadəcə bunları izləmək lazımdır. Bəzən ola bilər ki, həmin boşluq nahiyələrinə implant yerləşdirmək üçün ehtiyac qalsın. O zaman əməliyyat haqqında fikirləşmək və düşünmək olar. Amma normal da hər hansı bir xəstədə problem yaratmırsa, hər hansı bir simptomu yoxdursa, sadəcə xüsusilə birinci sırada olan, tabloda olan görüntülər varsa, bu xəstələrin izlənməsi daha məqsədə uyğun sayılır. Osteomalarda yenə əgər xəstə implant yerləşdirməyəcəksə, sadəcə təsadüf nəticəsində rentgendə belə bir görüntü görünübsə, yenə bu xəstələri izləməyimiz məsləhət görünür. Son 3 şəkildə olan osteofibroma dediyimiz osteosarkomanın və yaxud da osteoblastomanın klassik görüntüləri vardır. Sümükdə əgər bu patologiyalar görülürsə, biz buradan zaten biopsiya alırıq. Amma digər hallarda, xüsusilə displaziyalarda, sementoblastomalarda, osteoiditis dediyimiz, xüsusilə bu 4-cü şəkil osteoiditis nədən əmələ gəlir? Bu orqanizmin özünün müqavimət reaksiyasıdır. İltihaplı dişin ətrafında müalicələrdən sonra, kanal müalicəsindən sonra iltihab olmuş bölgəyə sümük axınının miqdarının artması nəticəsində sümüyün kompakt maddəsi artır və həmin sümüyün ətrafında, daha doğrusu kökün ətrafında D1 görüntüsü olan kompakt bir sümük əmələ gəlir. Odontomalara gəldiyimiz zaman odontomalar kiçik diş dənəcikləridir. Burada yenə əməliyyatı izləmək və əməliyyata götürmək göstərişi mövcud vəziyyətə görə dəyərləndirilməsi lazımdır. Bəzən 70 yaşında, 60 yaşın üzərində olan pasientlərdə yuxarıdakı görüntülər və yaxud da osteoma dediyimiz görüntülər müşahidə oluna bilər. Bu xəstələrin yanaşı xəstəliyi, yaşınla əlaqədar da mütləq şəkildə izlənilməsi tövsiyə olunur. Klinik bir neçə rentgen bizə müraciət edən rentgenləri göstərmək istəyərdik. Baxın, burada bu xəstə bizə müraciət edib başqa bir mərkəzə. Bu xəstəni çox qorxudublar ki, dişin ətrafında xoş olmayan bir törəmə var, mütləq cərraha müraciət olunması lazımdır. Bu xəstə bizə müraciət edən zaman dərhal pulpa testini eləyirik. Əgər pulpa testində pulpa sağlamdırsa, mütləq bu xəstəni biz takibə alırıq. Takibə aldığımız dediyimiz 6 ay müddətində, 1 ildən sonra, bəzən növbəti illərdə 2 ildən bir sadəcə perakal və ya OPC rentgenlərlə takib edirik və xəstələrdə hər hansı bir əməliyyat eləməyə ehtiyac yoxdur. Başqa bir perakal rentgeni göstərmək istəyirik. Yenə iki dişin arasında bu cür görüntü vardır.
Bu görüntüdə də yenə bu xəstəni fibroz displaziyanın xüsusi bir növüdür. Sadəcə tamamilə dişlərlə də əlaqəli deyildir. Yəni dişlər tamamilə sağlamdır, kökünün ətrafında hər hansı bir lezion yoxdur, intakt dişlərdir. Bu sümük belə deyək artımıdır, sümük qalınlaşmasıdır və bu xəstələri mütləq şəkildə takib eləməyi tövsiyə olunur. Bununla əlaqəli son olaraq qeyd eləmək istəyirəm ki, burada pasientlərdən çox önəmli bu postumuzu həkimlər nəzərə alması lazımdır. Çünki bu xəstələri cərrahlara yönəldən ilk olaraq stomatoloqlardır. Amma stomatoloqlar mütləq şəkildə diferensial diaqnostikadan istifadə etməsi lazımdır. Xəstəni cərraha göndərməmişdən öncə, əgər bilgili deyilsə, xəstəyə hər hansı bir mənfi bir fikir formalaşdıracaq rəy verilməməsi lazımdır. Lazım olarsa, cərrah bunun qərarını alması lazımdır ki, oradan biopsiya alınacaqdır, oradan əməliyyat olunacaqdır. Amma təəssüflər olsun ki, bizim yönəldilən xəstələrin əksəriyyəti bizə zəng elədiyi zaman, yanımıza gəldiyi zaman mütləq əməliyyat olunmalı olduğunu, əməliyyata gələcəyimizi deyirlər. Amma bizim yanımıza gəlir, biz bu xəstələri sadəcə müayinə edirik, konsultasiyamızı edirik və ondan sonra bu xəstələrimizi normal bir şəkildə takib sürəsini almaqla evə yola salırıq. Bu nöqteyi nəzərdən hesab edirəm ki, səsləndirdiyimiz fikirləri gələcək məsləklərində kolleqalarımız istifadə edəcəklər.